İşçi məzuniyyətdə olduğu müddətdə iş yeri və vəzifəsi saxlanılmaqla əmək məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqısından az olmamaq şərti ilə orta əmək haqqı da ödənilir. Yenavaz.com xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonuncu əmək haqqı dedikdə işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əmək haqqı nəzərdə tutulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boş dayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur. Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqı isə həmin ayların əmək haqqının cəmlənmiş məbləğindən 12-yə bölünməsi ilə müəyyən edilir. Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur. Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əmək haqqı məbləği ilə müqayisə edilir. Nəticədə alınan məbləğ işçinin sonuncu əmək haqqısından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir. Az olduqda isə işçinin sonuncu əmək haqqısına çatdırılaraq onu ödənilir.